Qırmızı üzüm, Damarları koruyur. çöl qatır quyruğu, Sidik qovucudur. Şişkinliyi azaldır. Asiya sentellası, Qan dövranını yaxşılaşdırır. atşabaldı, Ayaqlarda olan şişkinliyi azaldır. qaracilə yarpağı, Şəkəri aşağı salır. zəfər toxumu, Bədəndə olan artıq mayeni atır. məkkəgülü, Təzyiqi aşağı salır. soğan qabığı, Damarların keçiriciliyini bərpa eləyir. Bu saydığım 8 bitki və əlavə 4 bitkini özündə cəmləyən Kanur drenaj çayı haqqında danışsam. Çünki bu çay sözün əsl mənasında tibbin yeni bir inqilabıdır. Belə ki, bu çayı içməyə başladığınız gündən etibarən ayaqlarda olan şişkinliyi, bədəndə olan ödəmi orqanizmdən atmağa başlayır. Xüsusən də ayaqlarda olan limfa dövranını yaxşılaşdıraraq bu problemi kökündən həll eləməyə yönəlir. Selülitlərin, varikoz damarların yaranması riskini aşağı salır. Bu çayı içməyə başladığınız andan etibarən sizə qəribə bir yüngüllük gəlir. Sanki dünyaya yenidən gəlirsiniz. Ölkənin bütün apteklərində əl çatandır. Olmasa da əczaçılarımızdan xahiş edin, sifariş edib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız bağlananlar hər zaman sağlam qalasınız.